Qəhrəmanov Orxan Səlvəroğlu 1991-ci il martın 28-də Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. O, Ağcabədi rayon en saylı hərbi hissəsində kiçik çavuş topçu kimi qulluq edib. Orxan vətənpərvər igid olub. O, öz tərbiyəsi, insanlığı, mehribanlığı ilə böyük, kiçik, hər onu tanıyanların qəlbində özünə sevgi, hörmət qazanmışdır. Orxanın bu qədər vətənə, torpağa bağlılığı, sevgisi, qorxmazlığı 1-ci Qarabağ müharibəsində itkin düşmüş əmsi Camal Qəhrəmanovdan qaynaqlanmışdı. Generalımız Polad Həşimovun şəhidlik zirvəsinə ucalmağı Orxanı çox təsirləndirmiş, onda şəhadət eşqi yaratmışdır. Elə kiçik çavuş topçu Orxan keçdiyi təlimlərdən sonra bu eşq ilə könüllü cəbhəyə yollanır. Azərbaycan torpaqlarının 20%-nin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərir. Orxanın keçdiyi şərəfli uğurlu döyüş yolu Füzuli torpağında onu qəlbində alovlanan şəhadət eşqi ilə birləşdirir. 21 oktyabr 2020-ci ildə Orxan şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2020-ci il tarixli sərəncamına əsasən Orxan Qəhrəmanov ölümündən sonra Vətən uğrunda medalı ilə, Füzulinin azad olunmasına görə medalı ilə, Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Mən Töhfə Məmməd qızı şəhid bacısı olaraq bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin doğmalarına Allahdan səbir diləyirəm. Arzu ananın istəyi ilə yazdığım şeiri şəhidimiz Qəhrəmanov Orxanın əziz xatirəsinə ithaf edirəm. Məzarını bəzəyib al-əlvan yaz çiçəyi, qanınla boyanıbdır lalələrin ləçəyi. Nə vətən, nə də xalqım unutmaz bu gerçəyi. Azərbaycan bayrağın sancdı zirvəyə Orxan. Qəhrəmanlıq, yiğitlik vardı onun canında. Vətən sevgisi vardı damarında, qanında. Şəhadətə ucaldı Füzuli torpağında. Haqqın qələbəsinə adını yazdı Orxan. Aslanım qorxu nədir, ürkü nədir bilmədi. Qələbə bizimlədir, irəliyə söylədi. Düşmənə göz qırpmağa bircə aman vermədi, top atəşinə tutub. Qisasını aldı Orxan. Ay ulduzlu bayrağa bükülüb gəldi igid. Arzu ana oğlunu vətənə verdi şəhid. Qələbə anaların qəlbində oldu ümid. Anaların oğluna çevrilib gəldi Orxan. Haqqın qələbəsinə adını yazdı Orxan. Haqqın qələbəsinə adını yazdı Orxan.